Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və sələm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə ba'd. Biz Salihlərin Baxsası kitabında yaxşılığa əməl edib pislikdən çəkindirmək bölümünü davam edirik. Bu bölümdə müəllif rahmetullah bir neçə ayələr gətirmişdi. Biz onları oxuduq. Və birinci hədisi zikr edir bu bölümdə. An Əbi Said el-Xudri radiyallahu anhudan, yəni Əbi Said el-Xudridən radiyallahu anhudan gələn hədisdə demişdi ki, eşitdim ki, Allahın Resulü sallallahu aleyhi və səlləm deyir, sizdən biri bir münkər gördükdə onu əli ilə dəyişsin. Bacarmazsa dili ilə, bacarmazsa qəlbi ilə o imanın ən zəifidir. Hədisi Müslüm rəvayət eləmişdir. İkinci hədis İbn Məsud radiyallahu anhudan gələn hədisdir. Həqiqətən Allahın Resulü sallallahu aleyhi və səlləm demişdir. مَا مِنْ نَبِيٍّ بَعَثَهُ اللّٰهُ فِي أُمَّةٍ قَبْلِ إِلَّا كَانَ لَهُ مِنْ أُمَّتِ حَوَارِيٌّ. Elə bir peyğəmbər olmayıb ki, məndən öncə Allah Teala göndərdiyi onun havariləri olmuş olmasın. İsa Aleyhisselamın havariləri, köməkçiləri da. O əshabun yəxuzuna bi sünnəti, havariləri və əshabları hansı onun sünnətini götürüb və onun əmrinə tabi olublar. ثُمَّ إِنَّهَا تَخْلُفُ مِنْ بَعْدِهِمْ خُلُوفٌ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ. Sonra onlardan sonra bir toplum, bir tayfa gəlibdir. Onlar etmədiklərini deyirlər. وَيَفْعَلُونَ مَا لَا يُؤْمَرُونَ. Əmr olunmadıqlarını edirlər. فَمَنْ جَاهَدَهُمْ بِيَدِهِ. Kim onlarla əli ilə döyüşsə, o mömündür. Kim onlarla qəlbi ilə döyüşsə, o mömündür. Kim onlarla dili ilə döyüşsə, o mömündür. وَلَيْسَ وَرَاءَ ذَلِكَ مِنَ الْإِيمَانِ حَبَّةُ خَرْدَلٍ. Bundan o tərəfə xardal qədər, yəni bir buğda qədər iman yoxdur. İmandan heç nə yoxdur. وَلَيْسَ وَرَاءَ ذَلِكَ مِنَ الْإِيمَانِ. İmandan, yəni bunun o tərəfində heç nə yoxdur. Hətta bizə buğda qədər belə yoxdur. Yəni ən zəifi budur. Qəlbində nədir? Münkarı inkar eləməlidir. İmanın ən zəifi budur. Üçüncü hədisdə An Əbil Valid Ubadət ibn Samit radiyallahu anhu qal. Ubadət ibn Samitdən gələn hədisdə demişdi ki, və yəni Rasulullah sallallahu aleyhi və səlləm, Allahın Rasulullah sallallahu aleyhi və səlləmə beyyət elədik. Eşidib, itaət eləmək. Çətinlikdə də, asanlıqda da. Mənşat vəl-məkrah. Yəni, çətinlik, asanlıq burada usur və yusur. Bu çətinlik, asanlıq gəlir. Mənşat və məkrah, bu da o mənadadır. Səhəl və sahab mənasındadır. Yəni, yenə asanlıq və çətinlikdir. Yəni, fəal olduğumuz vaxtda, xoşumuza gələn bir şey vaxtı, xoşumuza gəlməyən şey vaxtda da, yəni, halımızda. Eşidib itaət eləməyə beyyət elədik. Və alə əsərətin ələynə. Yəni, bizim üzərimizə o hakimlər ki olacaq, özlərini bizdən qabaq üstün sayacaqlar, özlərinin haqlarını göstərəcək, bizim haqqımızı verməyəcəklər. Yəni, bunlar olsa belə, ona da beyyət elədik. Alə əsərətin ələynə. Və alə əllə nunəziyəl əmrə əhləhu. İllə ən tərəv kufran bəvaxən indəkum minəllahi təalə fihi burhan. Bir işi öz əhlindən almamağı. Bir işi öz əhlindən almamağı. Yəni ki, hakim öz kresosundan uzaqlaşdırmamaq. Yalnız açıq, aydın küfür görməyincə sizdə Allah Teala tərəfindən buna dəlil olmalıdır. Sizdə Allah Teala tərəfindən buna dəlil olmalıdır ki, açıq, aydın bunun küfürü var. Və alə ən nəqulə bil haqq eynəmə kunnə. Harada oluruqsa olaq, haqqı deməyə beyyət elədik. Lə nəxafu filləhi ləvmətə ləyim. Allah üçün qınaq edənin qınağından qorxmamağa beyyət elədik. Haqqı demək, harada olursa, haqq. Hədis Buxar Müslimdədir. Müəllif rahmehullah bu axırıncı bu hədis ki var, Ubadət ibn Samit radiyallahu anh'a gələn hədisdə Allah Resulü sallallahu əleyhi və səlləmə beyyət elədik, eşitməyə, itaət eləməyə, çətinlikdə də, asanlıqda da.
Yəni sahabelər beyət elədilər, eşidib itaət eləməkdə. Yəni kimə eşidib itaət eləməkdə? Kimləri ki Allah Subhanahu taala əmir hakim qoyubdur, rəis qoyubdur bunlara. Çünki Allah Teala Quran-ı Kərimdə deyir ki: "Ya eyyuhellezine amenu" ey iman gətirənlər, "Atiullaha və atiur rasulə və ulil əmri minkum." Allaha itaət edin və Rəsula itaət edin və sizdən olan əmr sahiblərinə. Yəni sizdən olan əmr sahiblərinə dedi, sonra Allaha itaət dedi, Rəsula itaət dedi, sonra dedi ki, sizdən olan əmr sahiblərinə. Orada itaət sözünü işlətmədi. Çünki əmirlərə olan itaət Allah və Rəsuluna gələn itaət, onlar əgər o şeydə itaət edirlərsə, o şeydə itaət eləməlisən. Məruf olan şeydə itaət eləməlisən. وَقَدْ سَبَقَ لَنَا بَيَانُ مَنْ هُمْ أُولُو الْأَمْرِ Əmr sahibləri kimlərdir? Qabaqda biz dərslərdə bunu götürmüşük. İbn Seymur Rəhməllah deyir. Biz bildirdik ki, onlar iki tayfadırlar, alimlər və əmr sahibləri. Kimlərdir? Əmr sahibləri, alimlər və sultanlar. Onlar hamısı əmr sahibləridir. Lakin alimlər dində, elmdə və bəyan eləməkdə bir işi nədir? Avliyaçıdırlar, əmirləridirlər. Amma əmirlər isə, yəni sultanlar o sultanlığı, hökmü tənfiz edən, yerinə yetirənlərdirlər, tətbiq edənlərdirlər. Deyir ki, biz eşidib itaət eləməkdə beyyət elədik. Burada bir istisna var. İstisna nədir? Allaha asi olan şey istisnadır. Yəni, əmirlərə, hakimlərə Allaha asi olan şeydə itaət eləmirsən. Yəni, bir nəfərə də bu şeydə bir itaət olunmur, beyyət olunmur. Çünki Allaha, yaradana asilikdə yaradılmışlara itaət yoxdur. Bunun üçün də Əbu Bəkir radiyallahu anhu o vaxtki xəlifəliyi götürür. Deyir ki, "Ati'uni ma ata'tullaha və rasulahu." Allah və Rasuluna itaət elədiyim şeydə mənə itaət edin. Əbu Bəkir xəlifə olanda bunu deyir. Allah və Rasuluna asi oldumsa da "Fələ ta'atə li aleykum." Sizin üzərinizə mənə itaət eləmək yoxdur. Düşmür. Əgər bir əmr sahibi asilikdən bir asilik əmr edərsə də, heç kimə icazəli deyil ki, ona eşidib itaət eləsin. Çünki onun mülkü, çünki məliklərin məliki, aləmlərin Rəbb olan Allahdır. Yəni, onun mülkü, həmin hakimin mülkü qasirdir. Məlik ola bilər, amma onun da məliki var. Allaha asi olan şeydə olmaz ona itaət eləmək. Mümkündür ki, aləmlərin Rəbbi asi düşülsün hər hansı bir məmlukun, məxluqun sözünə görə, mərbubun sözünə görə. Yəni, kulləmə sivallahi fə innəhum məmlukunə lillahi əzzə və cəllə. Çünki Allahdan başqa hər bir şey Allaha quldular. Allah təala malikdir onlara. فكيف يقدم الإنسان ويقدم الإنسان طاعته على طاعة الله. Necə ola bilər ki, insan həmin kəsin itaətini Allahın itaətindən öndə gətirir? Olmaz yəni. Yəni kullə mən sivallahi yaxşı. İzən yüstəsnə min qavlihi əs-səmi'u və ta'a. Burada Peyğəmbər sallallahu əleyhi və səlləm sözü deyir, eşitməkdə və Ubadə deyir ki, eşitməkdə və itaət eləməkdə beyyət elədik. Buradan istisna olan odur ki, bu dəlildən yaradana asilikdə, məxluqa nədir? İtaət yoxdur. Yaxşı. Sonra deyir ki, hədisdə ki, fil usri vəl yusur. Yəni, çətinlikdə və asanlıqda. Yəni, gələn səbəb davam edərək hədisin şərhini Allah təala istəyir ki, bizlərə faydalı dinləsin.